Salam həmkarlar. Mənim adım Elvin Əhmədov, yer elmləri üzrə fəlsəfə doktoruyam və elmlər doktoru dissertasiyasını tamamlamaq üzrəyəm. Bugün sizə danışacağım mövzu ümumiyyətcə apardığımız tədqiqat işlərinin prosesləri, tədqiqat metodları, tədqiqat işlərinin effektivliyinin artırılması üçün tövsiyələrdir. Ümumiyyətcə, uğurlu tədqiqat işi aparmaq və uğurlu tədqiqatçı olmaq xüsusi yanaşmalar tələb edir. Müasir dövrdə bu yanaşmalar daha da sürətlə elmi tərəqqinin və texnologiyanın inkişafı ilə daha sürətlə inkişaf edir. Gəlin, baxaq ilk növbədə bir elmi tədqiqat işi hardan formalaşır, necə formalaşır. Bu sadəcə bizim tədqiqat işi aparmaq istəyimizlə bağlı deyil. Hər hansı bir ümumiyyətcə problemdən və o problemin həlli istiqamətində aparacağımız işlər elmi tədqiqatın həm prosesini, həm də onun gözlənilən nəticələrini müəyyən edir. Baxaq problemin ümumiyyətcə təhlilinə. İlk proses kimi bundan başlayır. Əgər bir problem varsa, deməli burada uğurlu bir tədqiqat işi var. Çünki bu problemin həllinə yönəlib. Problemin təhlili isə yenə deyirəm, müxtəlif ola bilər. Texnoloji, proseslərlə bağlı, effektivliklə bağlı və s. kimi problemlər ola bilər. Bu çox qlobal, böyük, kiçik, miqyasından asılı olaraq dəyişə bilər. Amma istənilən halda bizim bu problemlərin həlli üçün biz məsələni aydın və əhatəli şəkildə problemi təhlil etməliyik. Baxaq, problemin təhlil etmə və problemin həlli yolları necə yaranır? Problemlər özü ümumiyyətcə məqsəd və hədəflərin müəyyənləşdirilməsinə yaranır, yəni doğur, irəli gəlir. Problem və ehtiyac tələblərdən irəli gəlir. Məqsəd həmin problemlərin həllinə yönəlmiş, deməli, həllər tapmaq, həmin problemin effektiv şəkildə həll olunması üçün yanaşmalar etməkdir. Yəni, əgər belə bir biz tezisdən irəli çıxarsaq ki, problem, texnologiya, proses effektivliyidir və bunlar ehtiyac və tələblərdən irəli gəlir, onda məqsəd və hədəflərimizi də məhz bunun üzərində formalaşdırmalıyıq. Deməli, ikinci məsələ bizdə məqsəd və hədəflərin müəyyənləşdirilməsidir. Üçüncü məsələ isə artıq məqsəd və hədəflərimiz, problemlərimiz təhlil olunub və biz buna uyğun olaraq məlumat bazasının yaradılması, qeyri-müəyyənliklərin analizini aparmalıyıq. Bu proses də elə asan proses deyil. Bəzən bu məlumatlar əlçatan olur, bəzən çətinliklə əldə olunur, bəzən də daha asan olur. Ona görə məlumat bazasının yaradılması bu o demək deyil ki, biz məlumatı topladıq, sadəcə təhlil elədik. Bunu bir sistemləşdirmək, səliqəyə salmaq lazımdır. Yəni, vacib məlumatlar kimi, daha prioriteti aşağı məlumatlar kimi və yaxud da texnoloji məlumatlar, geoloji məlumatlar da ola bilər, iqtisadi məlumatlar olur və s. sortlaşdırmaq bu məlumatları vacibdir. İşin prinsipindən, işin məqsədlərindən asılı olur. Əldə olunmuş məlumat bazasına görə artıq biz bir də hədəflərimizin üzərinə qayıdırıq. Hədəflərimizi əlimizdə olan məlumata görə dəqiqləşdiririk, daha da düzə təkmilləşdiririk və plan və iş qrafiki yazırıq. Plan və iş qrafiki bu çox tədqiqatlar üçün, bir çox elmi tədqiqatlar üçün bu uzun müddətli və qısa müddətli ola bilər, bütün layihələrdəki kimi. Amma bu çox aydın şəkildə olmalıdır. Bəzən biz bu elmi tədqiqat işini qrantlara, digər bizə cəmiyyətlərə, xüsusi şirkətlərə və s. təqdim edirik. Ona görə burada daha net və qərarlı və çox belə axıcılıqlı, düzgün planlaşdırılmış iş qrafiki qurmalıyıq.
Bundan sonra bu iş qrafiki əlimizdə olandan sonra biz artıq bu planı üçün yerinə yetirilən tələbləri müəyyənləşmək, yəni hansı standartlar, hansı belə deyək ki, yanaşmalar var burada, hansı resurslar var, əlimizdə nə var, fiziki resurslarımız nədir, material resurslarımız nədir və yaxud da qəzet, informasiya və s. kimi resursları toplamalıyıq. Bunun 6-cı mərhələsi isə tədqiqat metodlarının seçimidir. Tədqiqat metodları biz riyazi, statistik, məntiqi, deterministik, texniki, texnoloji, geoloji və s. Bioloji müxtəlif tədqiqat metodları vardır ki, bu tədqiqat metodlarında hədəflərə uyğun, yəni gözləntilərə uyğun tədqiqat metodları seçilir. Təbii ki, bir məsələni həmişə bir tədqiqat metodu ilə müəyyən eləmək olmur. Bunun üçün müxtəlif tədqiqat metodlarını sınaya bilərik və bu doğrudur. Bir tədqiqat metodu ilə görəcəyimiz işin qeyri-müəyyənlikləri və təbii ki, xətaların təyin etmək mümkün deyil. Həmişə müqayisəli bir analiz olması daha doğrudur. Və təbii ki, biz aldığımız nəticələri dərhal elan eləmirik, publik etmirik. Bundan sonra biz tətbiq və yoxlama prosesi keçirik. Yəni, sınaq elədiyimiz nəticələrin bir sənaye üçün və yaxud da gördüyümüz işin effektivliyini ölçmək üçün bir tətbiq və ya sınaq işləri aparılır. İlkin nəticələr təhlil olunur. Əgər nəticələr doğrudursa, artıq biz bunun nəticələrini xülasələndiririk, yenilik və ya kəşflərimizi aydın şəkildə yazırıq. Əks halda isə biz qayıdırıq yenə 6-cı prosesə, yəni tədqiqat metodlarının doğru seçiminə. Əgər doğru gözlənilən ilkin nəticələr müsbət miqyasda məsələni həll etmişiksə, o zaman ilkin və ya yeni yanaşma bu metod vasitəsilə aparılan üsullarla müqayisə edirik. Yeni üsul və ya yeni yanaşmaların effektivliyini əsaslandırır. Burada əsas problem ondandır ki, bizdən öncə də, bizdən sonra da tədqiqat işləri bu istiqamətdə aparılacaq. Bizdən öncə aparılmış tədqiqatların hal-hazırda apardığımız tədqiqatların fərqini vermək yəni vacibdir, doğrudur. Çünki əks halda bu kəşf və ya ixtira və yaxud da yenilik hesab edilməz. O yüzden bu eynilə bütün tədqiqatlarımızda bu məqalə ola bilər, elmi metodik iş ola bilər, xüsusi layihə ola bilər, tədqiqat işi ola bilər. Hamısında bu proses işlək, dediyim həmin proses işləkdir. Sonda isə biz artıq bunu gözəl şəkildə təqdimatını təşkil etməliyik. Bu da çox önəmli faktorlardan biridir. Bir çox alimlər öz fikirlərini, elmi tədqiqatçılar öz fikirlərini tamamilə deməli əks etdirə bilmirlər. Bəzən də bunlar rasional olmur. Ona görə də biz çalışmalıyıq ki, tədqiqat işlərimizi və yaxud da aldığımız nəticələri doğru şəkildə sponsorlara və yaxud da bizə qulaq asanlara, bizi dinləyənlərə, rəy verənlərə doğru şəkildə məlumat verək. Aydın şəkildə məlumat verək. Ümumiyyətcə bir 10 ildən yuxarı tədqiqatçı kimi çalışan, bəlkə də 15 ildən yuxarı tədqiqatçı kimi çalışan bir mütəxəssis kimi deyə bilərəm ki, 120-dən çox elmi tədqiqat işi aparmışam və bu istiqamətdə işlər aparmışam və hər birində bu prosesdən demək olar ki, çox yaxın və ya buna bənzər prosesdən keçmişəm. Amma bütün bu təcrübəm boyu apardığım tədqiqat işlərində formalaşdırdığım bu prosesi sizə təqdim etməyə özümə bir borc bildim. Gələcəkdə bunun detallarını da sizə çatdıracağım. Sonda fikrimi bir dahi filosofun fikri ilə bitirmək istəyirəm. Nizami Gəncəvinin fikri ilə bitirmək istəyirəm. Bir elm öyrənmək istədikdə sən çalış ki, hər şeyi kamil biləsən. Kamil bir balansı olsa deyəsən, yaxşıdır yarımçıq papaqçılığına. Bu qədər diqqətinizə görə təşəkkür edirəm.